Hamıya salam. Bugünkü videoda 13 aprel 2025-ci il tarixində keçirilmiş 9-cu sinif buraxılış imtahanının izahını paylaşacağam. Başlayaq sualların izahına. 57-ci sual. Düzbucaqlının uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalar? Düzbucaqlının uzunluğu əvvəl 100% idi, 40% azaldı. Eni əvvəl 100% idi, o da 20% azaldı. Bölünsün 100 bərabərdir 60 vurulsun 80 bölünsün 100. Qaldı 48%. Əvvəl 100% idi, azalandan sonra 48% oldu. 100 çıxılsın 48, deməli 52% azalıb. 58-ci sual. Kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Kubun həcm düsturu V bərabərdir A kubu ilə tapılır. Tili 2 dəfə azaltsaq, kuba yüksəltsək, A kubu bölünsün 8 alınar. Əvvəl A kubu idi, azaldandan sonra oldu A kubu bölünsün 8. Deməli 8 dəfə azalar. 59-cu sual. AOB açıq bucaq, CO AB-yə perpendikulyardır. Bucaq DOC 25 dərəcə olarsa, bucaq AOD-ni tapın. AOB açıq bucaqdır, COB isə 90-dır. Onda COA-da 90 olur. Əgər bucaq DOC-nin qiyməti 25 dərəcədirsə, onda bucaq AOD-nin qiymətini tapmaq üçün 90-dan 25 çıxmaq lazımdır. Cavab olur 65. 60-cı sual. Kəsiri ixtisar edin. M kvadratı çıxılsın M-dən, M-i mötərizə xaricdən çıxardaq. M vurulsun, M çıxılsın N. Qalan 2 ifadədən isə 5-i mötərizə xaricdən çıxardaq. M çıxılsın N. Bölünsün. 25-i 5-in kvadratı şəklində yazıb, kvadratlar fərqi düsturundan istifadə edə bilərik. 5 çıxılsın M. 5 üstə gəlinsin M bərabərdir. M çıx N, M üstə gəl 5 bölünsün. 5 çıx M, 5 üstə gəl M. 5 üstə gəl M-lər ixtisar gedir. Yerdə qalır M çıxılsın N bölünsün 5 çıxılsın M. 61-ci sual. Tənliyi həll edin. 3x çıxılsın 6 bərabərdir 6, 3x bərabərdir 12, x bərabərdir 12 bölü 3, 4. 62-ci sual. Tənliklər sistemindən x-i tapın. Tərəf-tərəfə toplayaq, y-lər islah olur. 3x bərabərdir 6, x bərabərdir 6 bölü 3, 2. 63-cü sual. Hansı nöqtə funksiyanın qrafiki üzərindədir? Bunun üçün x-i yerinə qoyub, y-in doğru cavabını tapmaq lazımdır. A variantına baxaq. Y bərabərdir -2 vurulsun x-in qiyməti 6 üstəgəl 6 bərabərdir -12 üstəgəl 6. Y olur -6. Deməli A doğru cavab deyil. B variantına baxaq. Y bərabərdir -2 vurulsun x-in qiyməti 4 üstəgəl 6 bərabərdir -8 üstəgəl 6. Y olur -2. B də doğru deyil. C variantına baxaq. Y bərabərdir -2 vurulsun -3 üstəgəl 6 bərabərdir 6 üstəgəl 6 12. Bu da doğru deyil. D variantına baxaq. Y bərabərdir -2 vurulsun -5 üstəgəl 6 bərabərdir 10 üstəgəl 6. Y olur 16. Deməli -5, 16 nöqtəsi bu funksiyanın qrafik üzərində yerləşir. 64-cü sual. Əkob 18, 36 üstəgəl əbob 10, 11 cəmini hesablayın. 18 36-nın bölənidir. Ona görə də bunların əkobu böyük ədədə, yəni 36-ya bərabər olur. 10 və 11 qarşılıqlı sadə ədədlərdir. Bunların da əbobu 1-ə bərabər olur. Doğru cavab 37. 65-ci sual. Tənasübdən x-i tapın. Çarpaz vursaq, 15 vur x bərabərdir 5 vurulsun 21. Hər tərəfi 5-ə bölək 3. X bərabərdir 21 bölü 3, 7. 66-cı sual. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tapın. Mümkün halların sayı 10-dur. Çünki ilk 10 natural ədədi seçəcəyik. Ondan kiçik sadə ədədlər yazaq.
2, 3, 5, 7. 4 dənə sadə ədəd var. Deməli, əlverişli halların sayı olur 4. İxtisar eləsək, cavab olur 5-də 2. 67-ci sual. Mərkəzi O nöqtəsində olan çevrədə bucaq ABO 22 dərəcədir. Bura 22 dərəcədir. Bucaq ACO 28-dir. Bura 28 olur. Bucaq BAC-ni tapın. Biz bilirik ki, bucaq BOC mərkəzi bucaqdır. Bucaq BAC isə daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucağa x desək, mərkəzi bucağın qiyməti olacaq 2x. Daha sonra bu 3 dənə bucağın cəmi buradakı bucağa bərabər olur. Yəni 22 üstəgəl 28 üstəgəl x bərabərdir 2x-ə. 50 üstəgəl x bərabərdir 2x-ə. X bərabər olur 50-yə. Bucaq BAC-nin qiyməti x-ə, yəni 50-yə bərabər olur. 68-ci sual. Tərəfi 12 olan kvadratın perimetrini tapın. Kvadratın 4 tərəfi var. Perimetrin tapılma düsturu 4A-dır. Tərəf 12 isə perimetr olacaq. 4 vur 12, 48. 69-cu sual. İfadənin qiymətini hesablayın. 14 və 56-nı ixtisar eləsək, burada qalır 4. 4 vurulsun, mənfi 15 bölünsün. 20 çıxılsın, 5 vur 10 olur 50. 4 vur mənfi 15, mənfi 60 bölünsün, mənfi 30. Cavab olur 2. 70-ci sual. Çoxhədli vuruqlara ayırın. X üstəgəl Y-i orta çıxardaq. Yerdə qalır C çıxılsın D. Doğru cavab olur A variantı. 71-ci sual. ABC çoxluqları verilib. Bu çoxluğun elementlərini soruşur. İlk öncə A ilə B-nin kəsişməsinə baxaq. Həm A-da, həm də B-də 1, 2, 5 ortaqdır. 1, 2, 5. Deməli, 1, 2, 5 ilə C çoxluğuna baxacağıq. Bu çoxluqda olan, amma C-də olmayan ədədlər bir ortaqda çıxırıq, qalır 2, 5. 72-ci sual. Şərti ödəyən 2 rəqəmli AB ədədini tapın. Bunların açılışını yazaq. 10A üstəgəl B üstəgəl 10B üstəgəl A bərabərdir 88 A çıxılsın B. 10A 1A 11A üstəgəl 11B bərabərdir 88 A çıxılsın 88 B. A-ları bir tərəfə, B-ləri bir tərəfə yığaq. 77A bərabərdir 99B-yə. Hər tərəfi 11-ə bölək. 7A bərabərdir 9B-yə. A bərabər olur 9-a, B bərabər olur 7-yə. Bizdən AB ədədini soruşurdu. AB ədədi olur 97. 73-cü sual. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə 8-8 nöqtəsində olan kvadratın sahəsini tapın. Koordinat sistemində bunu təsvir elədim. Bu nöqtələri birləşdirək. Buradan baxanda görürük ki, bu kvadratın tərəfi 8-ə bərabər olur. Onda kvadratın sahəsini tapanda 8 vur 8 hesablayırıq. Doğru cavab olur 64. 74-cü sual. İfadənin qiymətini hesablayın. İkili mötərizənin içərisindəki ifadəyə vuraq. 2,85-in kvadratı üstəgəl 7,15-in kvadratı. Buna vuranda ixtisar getdi, buna vuranda da ixtisar getdi. Buna vuranda isə 2 vurulsun 2,85 vuru 7,15 alınır. Bərabərdir. Müxtəsər vurma düsturunun açılışıdır. 2,85 üstəgəl 7,15-in kvadratının açılışıdır. Bərabərdir 10-un kvadratı. Cavab olur 100. 75-ci sual. X, Y, Z natural ədədləri üçün X, Y 6, Y, Z 18 olarsa, cəmin ən kiçik qiymətini tapın. Bu iki ifadənin nisbətini tapaq. X vur Y bölünsün Y vur Z bərabərdir 6 bölünsün 18. Y-lər ixtisar gedir, qalır. X böl Z bərabərdir 1 bölünsün 3. X-in qiyməti olur 1, Z-in qiyməti olur 3. X-in qiyməti 1-dirsə, Y-in qiyməti olur 6 bölünsün 1. Yəni 6.
Z-in də qiymətini 3 tapmışdıq. Deməli, cəmin ən kiçik qiyməti olur 6 üstəgəl 1 üstəgəl 3. Cavab olur 10. 76-cı sual. Bərabər tərəfli element üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. ABC üçbucağının perimetri 9 olarsa, LMN üçbucağının tərəfini soruşur. ABC üçbucağının perimetri 9-dur. Onda tərəf olacaq 3. Çünki bərabər tərəfli üçbucaqdır. Tərəfi tapanda 9-u 3-ə bölmək lazımdır. Biz bilirik ki, bərabər tərəfli üçbucaqların hamısı bir-birinə oxşardır. Onların tərəflərinin nisbəti və bunların kvadratı bərabər olur sahələrinin nisbətinə. ABC üçbucağının tərəfi 3-dür. Element üçbucağının tərəfi olsun A2. Bunun kvadratı bərabərdir. LMN-in sahəsi ABC-nin sahəsindən 16 dəfə böyükdür. ABC üçbucağının sahəsi olsun S, element üçbucağının sahəsi olacaq 16S. Bunu hesablayaq. 9 bölünsün A2-nin kvadratı bərabərdir 1 bölünsün 16. A2-nin kvadratı bərabərdir 9 vurulsun 16. A2 bərabər olur 3 vur 4. Yəni 12-yə. 77-ci sual. X və Y ədədləri verilib. Bu ifadənin qiymətini tapmaq tələb olunur. X vurulsun Y, yəni 5 çıx 2 köşdə 6 vurulsun 5 üstəgəl 2 köşdə 6 bölünsün X üstəgəl Y, yəni 5 çıx 2 köşdə 6 üstəgəl 5 üstəgəl 2 kök altında 6 bərabərdir. Bunlar islah olur. Bu A kvadratı çıxılsın B kvadratının açılışıdır. Onda 5-in kvadratı 25 çıxılsın 2 köşdə 6-nın kvadratı. 4 vur 6 24. Bu şəkildə yaza bilərik. Bölünsün məxrəc isə 5 üstəgəl 5 olur 10. Cavab olur 10-da 1. 78-ci sual. 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. A üstəgəl B bərabər olur 50-yə. Hər gün birinci yeşikdən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Hər gün birinci yeşikdən 3 kiloqram qənd götürürlərsə, 6 gün ərzində 6 vur 3, yəni 18 kiloqram qənd götürülür. Birinci yeşikdə A kiloqram qənd var idi. 6 gün ərzində 18 kiloqramı götürdülər. İkinci yeşikdə isə 5 kiloqram qənd var idi. Günə 2 kiloqram qənd götürürdülər. 6 günə 12 kiloqram qənd götürürlər. Və bunların sayı bir-birinə bərabər olur. Bunu həll etmək lazımdır. A üstəgəl B bərabərdir 50. A çıxılsın B bərabər olur 6-ya. Tərəf-tərəfə toplayaq. 2A bərabərdir 56. A bərabər olur 28-ə. B isə bərabərdir 28 çıxılsın 6. Yəni 22. Bizdən birinci yeşikdə olan qəndin kütləsini soruşur. Birinci yeşiyi A ilə işarə etmişdik. Deməli 28 kiloqram qənd var idi. 79-cu sual. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmışdır? Şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satırsa, onda bir dənədən 3 qəpi xeyir qalır. Satılan şarların sayını x ilə işarə eləsək, ümumi xeyir olacaq 3x. Çünki bir şardan 3 qəpik qalırsa, x dənə şardan 3x qədər xeyir qalar. Amma 5 dənə şar partlayıb 3x qədər xeyri var idi. 5 şarın qiymətini çıxırıq. Çıxılsın 5 vur 12. Böyükdür 6 manatdan çox. 6 manat 600 qəpik eləyir. Bunu da böyükdür 600 yazırıq. 3x çıxılsın 60 böyükdür 600. 3x böyükdür 660-dan, x böyük olur 220-dən. Ən az neçə şar alıb satmışdır? 221. 80-ci sual. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 cm böyük, hipotenuzundan isə 2 cm kiçikdir. Bu üçbucağın hipotenuzunu tapın. Düzbucaqlı üçbucağı təsvir eləyək.
Katetlərindən biri digərindən 2 sm böyükdür. Biri olsun x üstəgəl 2. Həmin katet hipotenuzdan 2 sm kiçikdir. Əgər böyük katet x üstəgəl 2 isə hipotenuz olacaq x üstəgəl 4. Yenidən baxaq. Bu katetdən 2 sm böyükdür. Həm də hipotenuzdan 2 sm kiçikdir. İndi Pifagoru tətbiq eləyək. X kvadratı üstəgəl x üstəgəl 2-nin kvadratı bərabərdir x üstəgəl 4-ün kvadratına. X kvadratı üstəgəl x kvadratı üstəgəl 4x üstəgəl 4 bərabərdir. X kvadratı üstəgəl 8x üstəgəl 16. X kvadratlar islah olur. X kvadratı 8x'i sol tərəfə keçirsək çıxılsın 4x çıxılsın 12 bərabərdir 0. Hasili mənfi 12 cəmi 4 dənə ədədlər müsbət 6 və mənfi 2-dir. Bilirik ki, hər hansı bir fiqurun tərəfi mənfi ədəd ola bilməz. Deməli, x-in qiyməti olur 6. Bizdən üçbucağın hipotenuzunu soruşur. Hipotenuz olacaq 6 üstəgəl 4. Yəni 10. 81-ci sual. Şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsində olan yarımçevrənin diametridir. BC qövsünün uzunluğu 4pi, AO 6, AB AC-yə bərabər olarsa, verilən fiqurun sahəsini tapın. Bilirik ki, diametr dairəni yarıya bölür. Əgər BC qövsünün uzunluğu 4pi-dirsə, onda ümumi çevrənin uzunluğu olacaq 4pi vurulsun 2, yəni 8pi. Çevrənin uzunluq düsturu 2pi r ilə hesablanır. Bərabərdir 8piyə. Hər tərəfi 2-yə bölürük. R-in qiyməti olur 4. Dairənin sahəsini tapanda pi r kvadratı düsturundan istifadə olunur. Pi vurulsun r-in kvadratı, yəni 16. Bu dairənin sahəsi 16-dır. Bizə isə yarım dairənin sahəsi lazımdır. Yarım dairənin sahəsi olacaq 16pi'nin yarısı, yəni 8pi. Yarımdairənin sahəsini tapandan sonra bizə ABC üçbucağının sahəsi lazımdır. Çevrənin radiusunu 4 tapmışdıq. Bura 4'dür, burada 4'dür. İndi S üçbucaq ABC-ni hesablayaq. 2-də 1 vurulsun. Tərəf 8'dir. Və bu tərəfə çəkilən hündürlük 6. 6 vur 8, 48 bölünsün 2. Cavab olur 24. Bu üçbucaq bərabər yanlı üçbucaq idi. Həm median, həm hündürlüyü, həm də tənbölən olduğuna görə hündürlüyü 6 qəbul elədik. Yarımdairənin sahəsi 8pi idi. Üçbucağın sahəsi isə 24. Ümumi fiqurun sahəsi olur 8pi üstəgəl 24.